Salam qızlar, hər vaxtınız xeyir, necəsiz? İnşallah ki, yaxşısınız. Qızlar, deməli, mən sevdiyim park və tez-tez gəldiyim parkdır. Parkda bu hissəni göstərmək istəyirəm sizə. O qədər gözəl yerdir ki, bura, çox sevirəm buranı. Tez-tez tədbirləri olur, açıq havadır deyə daha çox maraqlıdır. Çox tədbirləri olub burada, konsertlər olub. Bir neçəsində iştirak eləmişəm, yəni tamaşaçı qismində. Deməli qızlar, bu gördüyümüz ikinci qapısıdır. İndi çıxacağam, oradan da göstərəcəm sizə. Və səhnəsi də çox qəşəngdir. Və gedirik. Və bu da ikinci qapısıdır. Və belə qızlar, dediyim kimi açıq havada olması daha maraqlı olur. Məsələn, mənim üçün nəinki qapalı yerlər. Və yaşıllığın içindədir. Sakit yerdir. Yəni, ona görə daha çox sevirəm. Yəni, qarışıqlıq deyil. Sakit bir yerdə, qıraqda belə bir hissə var və bu kubiki görürsünüz. Rəngli kubik. Dekorasiya üçün qoyulan. Və piyada gəzməyə davam edirik. Və daha sonra qızlar, bir dənə şirin balaca it çıxır qabağımıza. Siz bunun boyuna baxın, hürməyinə, bizi qorxutmağına baxın. Qızlar, daha sonra isə sizə söz vermişdim ki, bir daha pankek bişirsəm, sizinlə paylaşacağım. Budur, paylaşıram, sözümün üstündə dururam. Bir dəfə bişirmişəm, şəklini paylaşmışam videoda. Sadəcə olaraq onda kanalım olmadığı üçün çəkməmişdim. Və qızlar, deməli, pankekin reseptini paylaşıram. 2 dənə yumurtadır. Daha sonra 3 xörək qaşığı pesokdur, yəni şəkərdir. Daha sonra 1 çimdik duzdur. Və bunu başlayırıq qəşəng çalmağa, qarışdırmağa. Bilirsiniz də, rəngi biraz ağarmalıdır. Daha sonra isə südü əlavə edirik. 1 stakan süddür və stakan ölçüsü 200 ml-dir. Və yenə də başlayırıq, bunu qəşəng qarışdırırıq. Qarışım, yəni qarışsın bir-birinə. Və daha sonra qızlar, ələkdən keçiririk 1 stakan un və əlavə 2 xörək qaşığı unu da əlavə edirik. Və daha sonra bunun üzərinə vanil və qabartmanı da əlavə edirik. Unu adidə tökmək olar, amma topa qalmamağı üçün, bir də təmiz olmaq üçün mən ələkdən hər dəfə keçirirəm. Belə daha yaxşıdır.
Və qızlar başlayırıq bunu eləməyə. Və daha sonra isə qarışdırmağa başlayırıq. Qarışdırırıq, tam məhlul halına salırıq. Yəni topa-topa qalmamalıdır. Və qızlar, belə bir qarışım alındı. Və daha sonra isə 2 xörək qaşığı duru yağ əlavə edirik ki, yapışmasın. Və yenə də başlayırıq qarışdırmağa. Daha sonra isə qızlar, glazuru hazırlayıram. Qaba əlavə eləyirəm 2 stakan süd. Və daha sonra isə 4 xörək qaşığı şəkər. Sonra 1 xörək qaşığı, bir də onun yarısı qədər un. Və kakaonu da əlavə eləyirəm. Elə bir paçkanı əlavə elədim. Yəqin ki, burada da 1 xörək qaşığı yarım ya 2 qaşıq olar. Və bunu başlayıram qəşəng-qəşəng qarışdırmağa. Və qarışdırıram. İçərisində artıq topa-topa qalmayıb. Və qızlar, tavanı qızdırıram. Bu arada blinçik tavasıdır. Bunda da qəşəng çıxır. Və glazuru da üstünə, qazının üzərinə qoydum. Və ikisi bir arada başlayıram. Amma qızlar, onu deyim ki, ikisi bir arada başlayanda o qədər çətin olur ki, inanırsınız, gah onu qarışdırırsan, gah pankeki tökməlisən, sonra çevirməlisən. Yəni qarışır bir-birinə də. Ya pankek çox bişir, ya glazurun dibi yapışır. Ona görə də düşünürəm ki, bir-bir olsa yaxşıdır. Ən azından, məsələn, kameraya çəkiş olmasa, yenə ikisini idarə eləmək olur. Mən həm kameraya çəkmək, görüm necə düşür, ona baxmaq, sonra glazuru qarışdırmaq, pankeki deməli bişirmək, çevirmək. Və qızlar, tavaya əlavə eləməzdən əvvəl biraz qarışdırın ki, qarışsın bir-birinə. Və belə əlavə eləyirəm. Qaşığı biraz aşağıdan tutmaq lazımdır. Sadəcə fikrim kamerada qaldığı üçün, yəni normal qəbul eləyin.
Və eyni zamanda yenə glazuru qarışdırıram. Glazuru deməli bişənə qədər, yəni hazır olana qədər, yəni davamlı olaraq qarışdırmaq lazımdır. Çünki altı yapışır. Davamlı olaraq tez-tez qarışdırın. Və indi çevirirəm. Üstü belə qızlar göz olanda bilirsiniz ki, bişib deməli. Bunu belə çeviririk. Yenə glazuru qarışdırırıq. Yəni birdən-birə çox xod vermək olmaz. Və tavadan götürürəm. Və yenə əlavə edirəm. Bu dəfə 4 dənə. Və beləcə qəşəng pişdilər. Glazurumuz da demək olar hazırdır. Altını söndürdüm və tamamilə hazır olandan sonra paylaşıram bunu. Qızlar, bunu banan da əlavə eləyəndə bura o qədər dadlı olur ki, çox ləzzətli olur. Pankekin üstünə həm şokolad, həm də banan çox ləzzətli olur. Bir növ vaflı xatırladır, onun dadını xatırladır və keçirəm. Bulaşdırdığım qabları yumağa tavadan başlayıram. Qızlar, siz hansı reseptlərdən istifadə edirsiniz pankek və glazur üçün? Məsələn, daha çox qabarması üçün pankekin çox maraqlıdır. Yəni, hansı resept daha yaxşıdır? Nələr lazımdır daha çox qabarması üçün? Məsələn, onu paylaşsanız yaxşı olar. Qızlar, deməli, o qədər gözəl video çəkmişəm ki, sizlərə. Bir neçə videodur. Otağın təmizliyini də paylaşmışam, məhsullarımı da paylaşmışam. Daha sonra moldan aldığım geyimləri də paylaşmışam, hansı mağazadan almışam və qiymətlərini də videoda deyəcəm. Sizdə zəhmət olmasa kanalıma abunə olun ki, sizə bildiriş gəlsin yeni videolardan. Yəni bundan sonra bir neçə qəşəng videolar var. Ümid edirəm ki, çox bəyənəcəksiniz. Və bir təzə açılan bir qəşəng park var. Orada getdik, çox gözəl idi, ərazisi çox böyük idi. Oradan da çox qəşəng kadrlar çəkmişəm. Çox maraqlıdır orada. Bu yaxınlarda o videolarda paylaşacağam inşallah. Qızlar, deməli tripod sifariş vermək istəyirəm, amma bilmirəm hansı daha yaxşıdır. Yəni, məsələn, belə qab yanında, ya hansısa şirniyyatı bişirəndə, ya yeməyi bişirəndə üstdən çəkiliş lazımdır. O da ki, belə qıraqdan daha yaxşı düşmür də, üstdən çəkilişdə daha aydın düşür. Ancaq bilmirəm hansı daha yaxşıdır. Elə bir fikri olan varsa, zəhmət olmasa linkini mənimlə paylaşsın. Çünki qərarsızam. Daha yaxşısı hansıdırsa, elə bir dəfəlik ondan almaq istəyirəm. Qızlar, burada 3 işi bir yerdə elədiyim üçün glazur biraz yapışmışdı. Və qoydum biraz islansın suda. Daha sonra yuyacağım. Qızlar, Timodan sifariş vermək istəyirəm. Sadəcə özümə siyahı tuturam ki, bir dəfəlik nələr lazımdırsa, onları sifariş verim. Və qızlar, çəkdiyim videolar arasında çantamda nə var videosunu da çəkmişəm, ən sevdiyim. Düzdür, əvvəlki kimi məncə elə də maraq yoxdur o videoya, amma mənim həmişə marağım olub o video, ona görə də o videonu da çəkdim. Daha sonra çantalarımı göstərdim, daha sonra kəmərlərimi. Və qızlar, sonra bijuteriyalarımı göstərdim. Sadə bijuteriyalar və qızılları göstərdim. Məncə çox maraqlı videolardır. Yəni özünüzdə görəcəksiniz. Çox həvəslə, maraqla çəkdiyim və özümün də marağı olan mövzular idi.
Və qızlar, qablar bitdi demək olar. Və tənək dolması bükdük. Çox xırda eləmədik, çünki özümüz idik deyə tez bazar bükdük. Qızlar, bugünkü videom bu qədər. Zəhmət olmasa abunə olun, rey yazın, fikir bildirin və like edin videonu. Hələlik görüşənədək.